Abituriyentləri və sertifikasiyaya hazırlaşan müəllimləri salamlayırıq. Bu günləri Misir, Şumer, Hun, Çin, Hindistan mövzularını, yəni qarmaqarışıq hər tipdən suallar var içində əhatə eləyən sınağa baxacağıq. Sınağın birinci sualının izahına keçirik. Suallar, onu deyim ki, MİQ və sertifikasiya qaydalarına, yəni maksimum dərəcədə yaxın, uyğun hazırlanır. Onların çətinlik səviyyəsi gözlənilir ki, sadə suallar çox olmasın, orta səviyyəli və adətən düşünməni təmin edən nisbətən çətin tipli suallar olsun. MİQ-ə düşə biləcək tipdən suallar olsun. Hal-hazırda da ona bənzər bir sual tipini görürsünüz. Birinci sualda deyir ki, Çində Vurşan padşahlıqlar dövrünə aid xəritə sxemi müvafiq olaraq uyğunlaşdırın. Burada bütün padşahlıqların adını biz qeyd eləyəcəyik. Qələmi seçirik. Buradan başlayaq qeyd eləməyə. Birinci, bu mavi rəngdən qeyd olunmuş ərazi Çıjao ərazisidir. Çıjao. İkinci, onun yanında nisbətən bənövşəyi rəngdə olan ərazi Yan adlanan padşahlığın ərazisidir. Vurşan padşahlıqlar dövrü olduğu üçün bu dövrdə padşahlıq sayı çoxdur. Aşağıdakı nisbətən sarıya yaxın olan rəng Tisi padşahlığının ərazisidir. Tisi. 5 nömrə, 4 nömrəni əvvəlcə deyək. Sin padşahlığının ərazisidir. Siz bunu tanıyırsınız. 5 nömrə isə Xan. Bu da məşhurlardandır. Sin və Xanı tanıyırsınız zaten. Olmayanları deyək. Orada narıncı və yaşıl da var. Narıncı rəngdə olan Vey, narıncı rəngdə olan bax bu ərazi Vey, yaşıl rəngdə olan isə bax bu ərazi Çu padşahlığının ərazisidir. İndi isə uyğunlaşdıraq. 1-ə B deyəndə baxırıq. B Çıjaodur. Həqiqətən də 1-ə B gəlir. Davam eləyək. 2-yə A, baxırıq 2-yə A hansıydı? 2 bənövşəyi rəngdə olan Yan, düzdür. Y variantındayıq. Davam edirik. 3-ə C. Tisi sarı rəngdə olan baxırıq ki, həqiqətən də Tisi 3-ə C burada davam edir. 4-ə Y. Sin. Bəli, 4-ə Y. 5-ə də D. Xan. Bəli, gördüyünüz kimi uyğunlaşdı. Digər variantlarda uyğunsuzluq olacaq. Düzgün cavabımız bu sualda Y. Ümumən bu tipdən suallar işləmək istəyirsinizsə, onlayn qaydada fəaliyyət göstərən MİQ və sertifikasiya üçün, həmçinin də abituriyentlər üçün nəzərdə tutulmuş sınaq qruplarımıza üzv ola bilərsiniz. Sınaq qruplarının aylıq qiyməti 25 manatdır. Gördüyünüz kimi sualların da yəni tipləri bu səviyyədədir. Sxemlər, xəritələr, təqvim sualları, bax görürsünüz. Xəritə sualları, özü də yəni asan xəritə sualları deyil, bayağı çaşdırıcı xəritə sualları. Bax bu tipdən suallar. Bax məsələn qeyri-adi Venn diaqramları bu ildən tətbiq olunmağa başlayıbdır. Çox adam yaza bilmir bu Venn diaqramlarını. Kim istəyirsə WhatsApp-da əlaqə saxlasın. 050 337 72 97. Əlaqə saxlasın. Yanvar qrupuna qeyd oluna bilər. Oktyabr qrupu başlayıbdır. Yanvar qrupuna da qeydiyyat davam edir. Hər qrupda 100 müəllim olur. Oktyabr qrupunda artıq yerimiz yoxdur. Yəni 100-ə çatıbdır.